Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz ümumi sınaq nömrə 31-dir. Deməli, bizə deyir ki, bir hədlinin qüvvəti 9 olarsa m-i tapın. Deməli, biz burada kəsir görürüksə, kəsir görən kimi bilməliyik ki, birinci kəsirin məxrəci sıfırdan fərqli olmalıdır. Yazıram, m çıxılsın 2 fərqlidir sıfırdan. Deməli, m də fərqlidir nədən? 2-dən. Sonra dərəcəni tapmaq üçün dəyişənlərin dərəcələrini toplamaq lazımdır. 12 bölünsün m kvadrat üstə gəl 2 üstə gəl 4. Bunlar bərabər olmalıdır 9'a. Buradan alıram ki 12 bölünsün m kvadratı da 9 çıxılsın 2 çıxılsın 4 eləyər 3. 12 bölünsün m kvadratı 3'dürsə m kvadratını da tapanda 12'ni 3'e bölürəm eləyir 4. M kvadratı 4'dürsə deməli buradan alıram ki ya m bərabərdir 2'dir ya da m bərabər olmalıdır mənfi 2'yə. İndi burada yazmışam ki m fərqlidir 2'dən. Əgər 2 ola bilməzsə deməli bu 2 kənar kökdür. Bizim kökümüz qalır bir dənə m bərabərdir mənfi 2. B variantı. İkinci tapşırıq. Zakirin pulunun 3'də 2 hissəsi, Dənizin pulunun 5'də 2 hissəsinə 3'də 1 hissəsi. Deməli Zakirin pulunun 3'də 1 hissəsi deyilsə zığını vururam 3'də 1'ə. Dənizin pulunu da vururam 5'də 2'yə. Bunlar deyib bir-birinə bərabərdir. İndi hər tərəfi kəsirdən qurtarmaqdan ötürü 15'ə vuraq. Yəni 3 ilə 5'in ortaq məxrəcinə. 3 ilə 15 ixtisar getsin ya qalsın 5 Zakir bərabərdir. Burada da 5 ilə 15 ixtisar gedir. 3'ü 2'yə vuranda 6 dənə Dənizə. Deməli bu o deməkdir ki Zakir'in 6K, Dənizin də 5K pulu var. Deməli Zakir bərabərdir 6K, Dəniz bərabərdir 5K. Birlikdə 220 manatdır deyir. Bunların hamısı 220 manatdırsa 5K ilə 6K'nı toplayanda eləyir 11K bərabərdir 220'yə. K'nı da tapanda 220'ni bölürəm 11'ə. Eləyir 20. Bizdən də axırda Dənizin pulunu soruşur. Dəniz də bərabərdir 5K'ya. K'nı da 20 tapmışıq. Eləyir 100 manat. Növbəti məsələmiz 3. Burada B-ni qeyd edeyim 3. Deməli deyir ki, üçbucaqda O nöqtəsində xaricinə çəkilmiş çevrənin mərkəzidir. Deməli bunun xaricinə bir dənə çevrə çəkildi. Həmin çevrənin bilirik ki, xarici çəkilmiş çevrənin radiusu bunlardır və bunların hamısı təm bölənlərin kəsmə nöqtəsidir. O da. Onda bu B10'u bizə verdi 5. Bu 5'dirsə radius olduğuna görə burada 5'dir, burada 5'dir. Deməli bu 5'ləri yazandan sonra deyirəm ki, üçbucaq AOC'də AO bərabərdir OC-yə, yəni bərabər yanlı üçbucaqdır. OD-də həm təm böləndir, həm hündürlükdə, həm də median. Deməli həm təm böləndir, həm hündürlükdür, həm də nədir? Mediandır. Yəni burada OD-ni də bizə 3 veribsə, onda üçbucaq AOD'də AO 5'dir. OD 3'dürsə, onda AD'də Pifagor üçlüklərinə görə onlar 4. Bərabər yanlı üçbucaq olduğuna görə AD də DS'yə bərabərdir. Onda AC də bərabərdir 2 dənə AD'yə. 2 vurulsun 4, o da bərabərdir 8'ə. Deməli bizdən də AC-ni soruşur. AC də bərabər oldu 8'ə. Növbəti məsələmiz bizə paralleloqram verir. Deyir ki, BC 17'dir. CD 10'dur. AY 12'dir. Bizə bu deməli alınan trapeziyanın sahəsini soruşur. İndi əgər ABCD paralleloqramdırsa, CD 10'dursa deməli AB də 10'dur. AB'nin BY'ye bərabər olduğunu verdiyinə görə BY də 10'dur. Onda belə yaza bilərəm ki, üçbucaq ABY'də AB bərabərdir
BY'ye, o da bərabərdir ona. Yəni bərabər yanlış bucaqdır. Onda buradan bir dənə BK hündürlüyünü çəksəm, məsəl üçün K. BK da həm hündürlükdür, həm mediandan da həm bölən. Onda bu 12-dirsə, buralar bölünür 6-6. Deməli, üçbucaq. Onda A, B, K da BK da bərabər olur. Deməli, hipotenuz 10'dur, katetin 1 6'dırsa, digər katet də 8'dir. BK 8'dir, o da həm də karşıdır. Paralelogramın sahəsi olduğuna görə, daha doğrusu hündürlüyü olduğuna görə bu trapeziyanın da hündürlüyü deməli 8'ə bərabərdir. İndi trapeziyanın sahə düsturu. S bərabərdir. A üstecel B bölünsün 2 vurulsun H. A'sı üst oturacaq 17. Alt oturacaq. Əgər bütöv 17'dir, bu A, Y'ye də 12 qalsa, deməli YD də 5'dir. 17'nin üstünə 5 gələm, bölürəm 2'yə, vururam, hündürlüyü də 8 tapmışam. 22'yi 2'yə böləndə 11, 11'i də 8'ə vuranda 88. Deməli, axtarılan trapeziyanın sahəsi 88 kvadrat santimetrdir. İndi bizə verir A bərabərdir M çıxılsın 2, B bərabərdir 8 çıxılsın M, A çıxılsın B kvadrat üstəgəl 4AB ifadəsinin qiymətini tapın deyir. Əvvəlcə bu ifadəni sadələşdirək görək nə alınır. Deməli, bərabər yazıram. A'nın kvadratı çıxılsın 2AB üstəgəl B'nin kvadratı. Bir dənə də çıxılsın 4AB var. Burada A kvadratı 2AB ilə də bu üstəgəldir. Müsbət 4AB eləyir. Müsbət 2AB. Üstəgəl B kvadratı. Bu üçü bizə Cəmin kvadratı düsturunu, yəni A çıxılsın üstəcə B'nin kvadratını verir. İndi A'nın B'nin qiymətlərini yerinə yazaq. M çıxılsın 2, B'nin də yerinə yazıram 8 çıxılsın M. Bunları toplayıb kvadrata yüksəltməliyəm. Burada M'lər islah gedir 8'dən. 2 çıxanda da qalır 6. 6'nın kvadratı da eləyir 36. Burada da oldu A variantı. 6 nömrəli tapşırığımız. ABC çoxluqlar verilir bizə. Deyir ki, A ilə B-ni kəsişdir. Sonra B-dən alınan cavabı çıx. Əvvəlcə A-B kəsişməsini tapaq. AC kəsişməsi. AC kəsişməsini tapıramsa, deməli, baxın, M. Var içində də N burada yoxdur. K yoxdur. 3 yoxdur. 4'lər var. Bir də P'lər var. Deməli, bu kəsişmədə oldu M, 4, bir də P. 3 dənə elementdən ibarətdir. İndi B'dən deyir, onu çıxın. Deməli, B'ni yazıramsa 2, 3, 4, N, P, bir də axırda T'dir deyilsin. Bundan çıxmalıyam. M, 4, bir də P'ni. M yoxdur burada. B'də M yoxdur. 4 var ama 4'ü çıxıram. P'ni də çıxıram. P'ni çıxarandan sonra qalanları yazıram. 2 qaldı, 3 qaldı, N qaldı, bir də T qaldı. Bizdən də sayan soruşur deyə neçə element var? 4 dənə element oldu. 6'da C variantı. 7. Tənliklər sisteminin sonsuz sayda həlli olması üçün nisbətlər bir-birinə bərabər oldu. X'in əmsalı 1, ikinci tənlikdə X'in əmsalı A. Bərabər olmalıdır. 3 bölünsün B'ye, o da bərabər olmalıdır. 2 bölünsün A'ya, 6'ya. Deməli, burada 2'yi 6'ya böləndə ixtisar edəndə 1 bölünsün 3 qalırsa, deməli, həm 1 bölünsün A, 1 bölünsün 3'ə bərabər olmalıdır. Həm də 3 bölünsün B bərabər olmalıdır 1 bölünsün 3'ə. Buradan A bərabərdir 3. Birbaşa görünür. Surətlər eynisə, məxrəclər də eynidir. Burada da B'ni 1'ə vuranda B eləyir. 3'ü 3'ə vuranda 9. Deməli, A 3'dür, B də 9. Bunların da cəmini soruşur bizdən 12. Y variantı. 8-ci tapşırıq. 8'də bir hesablayaq. Deməli, birinci kökün altında 4 vur. İkinci kökün altında 8 vur. Axırıncı kökün altında 4'də 1'dən də kök çıxır, 2'də 1. Bunları yazdım. Bərabərdir. Yenə bütöv kökün altında 4 vurulsun kök altında. 8'li 2 ilə 1'ə vuranda 4 eləyir. Bunu da hesabladıq. Bərabərdir. Yenə axırdakı kökü yazıram. 4'dən də kök çıxır 2. 2'ni də 4'ə vuranda eləyir
8 kök altında 8 bərabərdir. Deməli, ikinci dərəcədən bu da 8-i də göstərərəm. 2 üstü 3 kimi. 2 üstü 3 kimi. İndi bunu deməli bizə verdi belə 6 ilə deyirsən cavab 8-də. Bu axırıncı kök. Aha, mən bu dərəcəsini yazmamışam. Bunlar 3-cü dərəcədən damsı. 3-cü dərəcədən aldım ki kök altında 2 üstü 3. 3'lər də ixtisarcıya cavab qalır 2. D bəndi. Buradakı 3'ü görməmişdim. Demək, axırdakı kökün dərəcəsi 3-cü dərəcədəndir. 9. Birinci bunları açaq. A, B üstünə xət. Deməli, 10A üstəgəl B deməkdir. O biri də 10B üstəgəl A deməkdir. Bərabərdir. Buranı da açanda 77A çıxılsın 77B. İndi A'ları bir tərəfə, B'ləri bir tərəfə yığsaq. Bu 11B üstəgəl 77B. Bərabərdir. Bu da 77A çıxılsın 10A'nın da 1A 11A eləyir. Toplayanda eləyir 88B, çıxanda da eləyir 66A. 11'e bölsək 8B bərabərdir 6A'ya. Bunlar da 2'ye bölünür. 4B bərabərdir 3A'ya. Deməli, burada A, B rəqəmlər olduğuna görə A'nın əmsalı B'yə, B'nin əmsalı A'ya bərabərdir. A bərabərdir 4'ə, B bərabərdir 3'ə. Bunun da cəmi soruşur bizdən 7. 9'da da cavab eləyir. Ha, bir şey var ki burada. Ən kiçik qiyməti 7'dir. Rəqəm olduğuna görə bunların 2 qatı da bizə yarayır. 4'dürsə 8 ola bilər, 3'dürsə 6 ola bilər. Bu da 2 rəqəmli ədəddir. Tək rəqəmli ədəddir də, yəni 2 rəqəmliyə keçmir. Amma 3'ə vuranda məsələn 12 9 olur. Birincisi 2 rəqəmli olur, ikincisi 1 rəqəmli. Deməli, burada belə yaza bilərəm ki, ən kiçik qiymət olar 7, ən böyük qiymət olar bunları toplayanda 14. Bizdən də böyük qiymət soruşur, kiçiyi yox. 14 cevap oldu. A variantı. Çevrenin uzunluğu 30 cm olarsa radiusunu tapın deyir. Onda S bərabərdir. Çevrə uzunluq düsturu 2 pi r'dir. Deməli, burada da olur bizə verdi çevrənin uzunluğunu 30 cm. Pi'ni de 3. 2 vurulsun, 3 vurulsun. R bərabərdir 30'a. Buradan da R bərabərdir 30 bölünsün 6. O da bərabərdir 5'e. Deməli, çevrənin radiusu 5'dir. 11 nömrə məsələ. Düzgün altıbucaqlının daxilinə çəkilmiş çevrənin radiusu 4 kök altında 3 olarsa düzgün altıbucaqlının perimetrini tapın. Deməli, radius verir bizə. İndi bir dənə mən böyle uzun, deməli belə deyim də, kiçik diagonalı çəkirəmsə, deməli bu 2 dənə radiusa bərabərdir. Yazıram D kiçik bərabərdir 2 dənə R, o da bərabərdir 2 vurulsun 2 kök altında 3, 4 kök altında 3 eləyir. Kiçik diagonal. Bir dənə də tərəflə diagonal arasında var ki, deməli D kiçik həm də bərabərdir A'nın kökdə 3'dən asilinə. Deməli, aldım ki, burada 4 kök altında 3 bərabərdir A kök altında 3'ə. Buradan A'nı da tapıram 4. Perimetrin soruşursa 6 dənə tərəfi var. 6A, o da bərabərdir 6 vur 4 eləyər 24. Deməli, 12 nömrə tapşırığa baxırıq. Birincisi eləyir dövrə onluq kəsir açanda 1,9'da 3 vurulsun. 9'da 6 üstəgəl 9'da 1. Vurmanı yerinə yetirməkdən ötürü ikisini də düzgün olmayan kəsir çevirsəm 9'da 12 vurulsun 9'da 6 üstəgəl 9'da 1. 6 ilə 9 ixtisar eləyim 3'ə. 3 ixtisar eləyəndə burada qalır 2, burada qalır 3. Bunlar da 3 ixtisar gedir 3, burada da qalır 4. Bərabərdir 3'ə vururam 9'da 2'ni də 4'ə vururam 8. Üstəgəl 9'da 1. Toplayanda da eləyir 9'da 9. 9'da 9'da bərabərdir 1'ə. B variantı.
13 nömrəli tapşırıqda. Deməli, A ədədi 1-dən böyük, 3-dən kiçikdir. Ona görə də 3A çıxılsın 3-ü 1-dən böyük, 3-dən kiçik ədəddən biri çıxanda müsbət ədəd qalır deyə moduldan ilə A çıxılsın 1 kimi çıxır. Üstəgəl 5A çıxılsın 15. Burada amma məsələn 2 tam ondan içdən 3 çıxanda mənfi ədəd qaldığına görə biz buradan moduldan 3 çıxılsın A-nı çıxartmalıyıq. Bərabərdir. Surətdən 3-ü çıxardaq. A çıxılsın 1, məxrəcdə də A çıxılsın 1. Üstəgəl surətdən 5-i çıxardanda A çıxılsın 3, məxrəcdə də 3 çıxılsın A qaldı. Bərabərdir. Bunlar gedir, ixtisar qalır 3. 3 çıxılsın A ilə də A çıxılsın 3 ixtisar gedir. Yerində qalır mənfi 1. Biri də mənfi 1-ə vuranda eləyib mənfi 5. 3-dən də 5 çıxanda qalır mənfi 2. 13-də də olurdu variantı. 14-də deməli, qövslərin dərəcə ölçülərini verir bizə. 50 buradır, 80 bura. Deməli, buranı tapmaqdan ötürü 50 üstəgəl 80-ı bölməliyəm 2-yə. 130 2-yə də böləndə eləyər 65. Deməli, bura 65-dir. Onunla qarşılıqlısı da 65-dir. Qonşusu da 180 çıxılsın 65. O da eləyər 115. Bizdən də soruşur AYS-ni. AYS də elə 115'dir. Tapmışıq Y variantı. 15 nömrəli tapşırıq. Düzbucaqlı koordinat sistemində A nöqtəsini verir bizə. Mənfi 7 2. 3 vahid sağa deyirsə, deməli, bundan 3 vahid sağa deyirsə, mənfi 7-nin üstünə 3 gəlməliyəm. Eləyir mənfi 4. 5 vahid də aşağı deyirsə, 2-dən də 5-i çıxmalıyam. Bu da eləsin mənfi 3. Sürüşməsindən alınan nöqtənin koordinat başlanğıcından olan məsafəsini tapın. Deməli, X-i oldu mənfi 4, Y-i də oldu mənfi 3. Koordinat başlanğıcından məsafəsi deyilsə, R də bərabərdir. Kök altında mənfi 4-ün kvadratı 16, mənfi 3-ün kvadratı da 9. 16 ilə 9-u da toplayanda 25 eləyir. Deməli, məsafə nəyə bərabərdir? 5-ə. A variantı. Onun 6 nömrəli məsələyə baxırıq. Deməli, Xədicə deyir 18 kvadrat metr xalçanı 30 günə toxuyur. Onda bir gündə bunun toxuma qabiliyyətini tapmaqdan ötürü 18-i bölməliyəm 30-a. 6-ya ixtisar eləyərəm. 3 bölünsün 5 metr kvadratı xalça toxuyur. Bu, deməli, öz işini artırır. 1,5 dəfə sürətləndirir. Artarsa, onda bir gündə 5-də 3-ü vurmalıyam 1,5'ə. Deməli, bu da 3 vurulsun. 5-lə də 1,5 ixtisar ceyqa 0,3 bərabərdir 0,9 metr kvadratı xalça toxuyur. Bir gündə. İndi 27 metr kvadratı nə qədər qutarır deyilsə, deməli 27-ni bölməliyəm 0,9'a. Bu da 270'in 9'a bölünməsi deməkdir. Bu da eləyər 30 gün. Deməli, əvvəl 30 günə 18 kvadrat metr, indi isə 30 günə 27 kvadrat metr xalça toxuyur. Deməli, məsələnin cavabı elədi 30 günü. 17-də 8 çıxılsın 3x böyükdür mənfi 10-dan. Buradan deməli 8-i yazıram, onu gətirirəm 8-in yanı üstə gəl olur. 3x-i də keçirirəm bu bir tərəfə. 18 böyükdür 3x-dən. Hər tərəfi 3-ə bölsəm 6 böyükdür x-dən. 6'nın x-dən böyük olması, x-in altdan kiçik olması deməkdir. Bərabərliyin ən böyük tam əlliyi tapın. Altdan kiçik olan tam ədədlər içərisində ən böyüyü də olasıdır 5. 18 nömrəli tapşırıq. Funksiyasının təpə nöqtəsinin apsisi x olarsa, təpə nöqtəsinin ordinatını tapın. Deməli, biz burada nəyi bilməliyik? Bilməliyik ki, əgər bizə funksiya fx bərabərdir, A, x çıxılsın m'in kvadratı üstə gəl n kimi verilirsə, deməli, təpə nöqtəsinin koordinatı m olasıdır. İndi burada da bizə verdi, x m'in yerində durur, A çıxılsın 4. Deməli, yazıram ki, m bərabərdir, mənfi 4 çıxılsın A. Yəni, burada baxın, çıxılsın m'dir, m götürmüşəm. Burada da müsbətsə, deməli, mənfisini götürməliyəm. N də bərabərdir. 3'də 2A.
Bunları verir bizə. İndi bizə deyir ki, absisi 2-dirsə, deməli bu ədəd 2-yə bərabərdir. Mənfi 4 çıxılsın A bərabər olar 2-yə. Burada mənfi 4 üstəgəl A bərabərdir 2-dirsə, A da bərabər olar 6-ya. Deməli A 6-dırsa, bizə nə deyir? Təpə nöqtəsinin koordinatlarını tapın. M-i bilirəm, onsuz ki, N-i də tapsam. 3'də 2 vurulsun 6, ixtisar gedir qalır. 2, 2'ni də 2'yə vuranda 4. Deməli təpə nöqtəsinin koordinatları oldu 2, 4. Ordinatını tapın deyir 4. 18'dir. 19. Uyğun tərəfləri paralel olan iki bucaqlardan biri digərindən 88 dərəcə kiçikdir. 19. Deməli biri x-dirsə, digəri x çıxılsın 88 olasıdır. Deməli bunlar fərqli olduğuna görə cəmi 180'dir. Buradan 2x bərabərdir 180 üstəgəl 88. Hamısını 2'yə bölsəm x bərabərdir 90 üstəgəl 44. Bu da eləyər 134. Böyüyü tapın deyir, elə böyüyü 134 olardı. Aydındır ki, bu 88'də balaca olasıdır. 19'da da 134. 20 nömrəyə tapşırıq. A parametrinin neçə tam qiymətində kvadrat tənliyinin iki müxtəlif həqiqi kökü var. Deməli, birinci kvadrat tənliyi həll etmək üçün D-ni tapmalıyıq. D bərabərdir. Mənfi 6'nın kvadratı çıxılsın 4 vurulsun A vurulsun A. Bu da 36 çıxılsın 4A kvadrat deməkdir. İki müxtəlif kökü vardı isə deməli diskriminant böyükdür 0 olmalıdır. Bunu da vuruqlarına 4'ü çıxarsam mötərizə xaricinə qalar 9 çıxılsın A kvadratı böyükdür 0'dan. Hər tərəfi 4'ə bölsəm və 9'u da 3'ün kvadratı kimi yazsam 3 çıxılsın A 3 üstəgəl A böyükdür 0'dan olmalıdır. İndi burada da ədəd oxunda təsvir eləsəm mənfi 3'ü almır, müsbət 3'ü almır, vuruqlarına ayırıram burada. 4 versəm bu olur mənfi, müsbət, mənfi. Bizdə də deməli böyükdür 0 olmalıdırsa mənfi 3'dən müsbət 3'ə qədər olan ədədlərin içərisindəki tam ədədlər. Neçə dənə tam? Deməli var burada mənfi 2, mənfi 1, 0. 1 var, bir də 2. Hamısı bir yerdə neçə dənə elədi? 5 dənə. Beş dənə tam qiymətində. Növbəti məsələ. AB AD'yə bərabərdir deyir. Bucaq BAC 70'dir. BAC 70'dirsə, bu da bərabər yanlıdırsa, onda B'nin burası, D'nin burasına 180'dan 70 çıxıram 110, hərəsinə qalır 55 dərəcə, 55 dərəcə bunlara. Sonra bu bucağı da verir 30 dərəcə. Onda bucaq B bütöv bərabərdir 180 çıxılsın 70 üstəgəl 30'dan. 180'dan 100 çıxanda 80 qalır. 80'dırsa, deməli B'nin bu üzünə, yəni bucaq CBD'yə 80 çıxılsın 55, o da bərabərdir 25 dərəcə. Bizdən nə soruşur? CBDN ilə bunu soruşur bizdən. Burada oldu neçə dərəcə? 25 dərəcə. Növbəti məsələ. Taxta parçasını 5 bərabər hissəyə bölünüb. Deməli bizim bir dənə taxta parçamız var. İzah tələb eləyir burada. Bunu bölürük 5 yerə. 1, 2, 3, 4, 5 yerə böldüm. Əgər bölünmüş taxtalar, indi 5'dirsə, deməli bu x-dirsə, bu da x-dir. Bunların hamısı bir-birinə bərabərdir. Onda parçanın uzunluğu olar 5x. İndi bizə deyir ki, həmin yeri 3 cm daha qısa bölsək, 8 hissəyə bölüncə. Deməli, burada indi 8 yerə bölürəm. 1, 2, 3, 4, 5, 6, 7, 8 yerə. Və hərəsi də 3 cm qısadır. X çıxılsın 3. Bu da x çıxılsın 3. Deməli, x çıxılsın 3'dən, olasıdır neçə dənə? 8 dənə. Bu da həmən parçanın uzunluğudur. Bu da deməli 5x bərabərdir 8 vurulsun x çıxılsın 3'ə. Buradan 5x bərabərdir 8x çıxılsın 24'ə. 3x bərabər olar 24'ə, x də bərabərdir 8'ə. Bizdə taxta parçasının ümumi uzunluğunu soruşur. 5x idi də parçanın uzunluğu. 5 vurulsun 8, o da bərabərdir 40 santimetr.
Növbəti məsələ 23. Tənliyi ilə verilmiş çevrənin daxilinə bir tərəf bərabər tərəfli üçbucaq çəkilmişdir. Deməli bu çevrədə r-in kvadratı bərabərdir 16-yadırsa, r bərabərdir 4-dür. Deməli radiusu 4 olan çevrə verildi bizə. Verilmiş çevrənin daxilinə bərabər tərəfli, daxilinə bir dənə üçbucaq çəkildi. Bərabər tərəfli düzdür. Həmən üçbucağın perimetrini soruşur. Bunları da A götürürəm. Deməli bizə lazımdır P. İndi biz bilirik ki, çevrənin xaricinə çəkilmiş bərabər tərəfli üçbucaqdır. Deməli radius r böyük r bərabərdir. Ümumiyyətlə bərabər tərəfli olmasın. Müxtəlif tərəfli üçbucaqlarda bilirik ki, ABC bölünsün 4S ilə tapılır. İndi burada A da B də C də bir-birinə bərabər olduğuna görə burada yaza bilərəm ki, ABC-ni yazıramsa A-nın kubu 4 vurulsun. Bərabər tərəfli üçbucağın sahə düsturu isə kök altında 4A kvadratı bölünsün. Kök altında daha doğrusu 3A kvadratı bölünsün 4 düsturudur. Deməli burada 4'lər ixtisar gedir. A kubu ilə də A kvadratı ixtisar gedir. Qalır A bölünsün kök altında 3. Deməli xarici çəkilmiş çevrənin radiusu A bölünsün kök altında 3'dür. Bizə də radiusu verir 4. Bunları da əslində böyük radiusdan götürək ki, eyni radiusdan söhbət gedir. Deməli 4 bərabərdir A bölünsün kök altında 3'ə. Onda A da bərabərdir 4 kök altında 3'ə. Tərəfini tapdım. P də bərabərdir 3 dənə tərəf olduğuna görə 3A'ya. 3 vurulsun 4 kök altında 3 bərabərdir 12 kök altında 3 oldu və axtarılan üçbucağın sahə perimetri. 24 nömrəli məsələ. Bizə 1-dən 16-ya qədər 16 da daxil olmaqla ədədlər verilir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Deyir ki, bunlardan 2 dənə ədəd seçilir. Birinin sadə ədəd olduğu məlumdur. Yəni 100% biri sadədir. 2 sadə, 3 sadə, 5 sadə, 7, 8, 9, 10, 11 sadə, bir də 13 sadə. Bunların bir dənəsinin 100% sadə ədəd olduğu məlumdursa, deməli 1 vurulsun. Yəni 100%'dir. Sonra buradan mən bir dənəsini götürürəmsə qalır 15 dənə. 15 dənə ədəd içərisində bir dənə sadə getsə, deməli 5 dənəsi sadə qaldı. 15'də 5. Deməli bu isə 1 vurulsun, ixtisar gedir, 3'də 1 qalır. Deməli bu da olur 3'də 1 ilə. P bərabərdir 3'də 1'ə. Ehtimalını soruşur bizdən. 25 nömrəli tapşırıqda deməli surəti hesablasaq, surətə ortaq məxrəc 3x gətirirəmsə, birincinin tamamlayıcı vuruğu olur 2x, ikincinin tamamlayıcı vuruğu olur 3. Deməli surətdə olur x kvadratı çıxılsın 9. Bunu da vuruqlarına ayırsam x çıxılsın 3 və x üstəgəl 3 olar, bölünsün 3x. Həmən bu kəsiri 2x plus 6'ya bölməliyəmsə, deməli x plus 3 vurulsun x minus 3 bölünsün 3x'i buna bölmək 1 bölünsün 2x üstəgəl 6'ya vurmaq deməkdir. Bərabərdir. Yenə surət qalır x üstəgəl 3, x çıxılsın 3, məxrəcdə 3x vurulsun 1 bölünsün. Buradan da 2'nin ortaq vuruq çıxarsaq x plus 3 qalar. X plus 3'lər ixtisar gedər. Surətdə qalar x çıxılsın 3, məxrəcdə də qalar 3x vurulsun 2. X çıxılsın 3 qaldı. Məxrəcə də vuranda elədi 6x. Deməli cavabımız oldu x çıxılsın 3 bölünsün 6x. Burada da bu tapşırıqlar yekunlaşır. Sağ olun. Növbəti dərsdə görüşərik inşallah.